xanımlar masturbasiya zamanı vaginanın daxilinə hər hansı bir əşya daxil etməyə cəhd göstərirlər. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, mənim qızım bakirədir və onun heç bir ginekoloji müayinəyə ehtiyacı yoxdur. Yəni bakirə xanımlarda da müəyyən infeksiyalar ola bilər. Bəzi qadınlar düşünür ki, özünə nə qədər təmiz baxsa bir o qədər yaxşıdır və xarici genital üzvlərini bəzən olur gündə 2-3 dəfə belə sabunla yuyurlar. Gələcəkdə qadınlar cinsi infeksiyalardan dolayı sonsuzluq və yaxud da digər xəstəliklərə düçar ola bilərlərmi? Adətən qadınlar belə ev şəraitində həkimə getmədən hamiləliyi sonlandırmaq istəyirlər. Vaginal quruluğun əsas səbəbləri nədir və gələcəkdə hansı fəsadlara yol aça bilər? İnternetdə ya qonşunun, rəfiqəsinin məsləhəti ilə gedib hər hansı bir şamı, antibiotik istifadə edir. Xanımların ən çox şikayətləndiyi vaginal qoxu və axıntının əsas səbəbi nədir? Həmişə deyirəm, sağlam qadın, sağlam və xoşbəxt qadın sağlam bir cəmiyyət deməkdir. Salam. Sağlıq saatına baxırsınızsa saata baxmağa ehtiyac yoxdur. Çünki sağlam həyatın zamanla yarışı bitmir. Biz də bu zamana sizin sağlamlığınız fonunda dəyər qatırıq. Sağlıq saatının bugünkü qonağı cərrah ginekoloq, estetik ginekoloq Türkiyə Şəkərovadır. Salam Türkiyə xanım. Salam. Dəvətimi qəbul edib gəldiyiniz üçün öncəliklə təşəkkürümü bildirmək istəyirəm. Çox sağ olun. Mən də sizə təşəkkürümü bildirirəm dəvətiniz üçün. Ümid edirəm ki, izləyicilərimiz üçün də maraqlı bir veriliş olar. İlk olaraq soruşmaq istərdim ki, hal-hazırda Azərbaycan cəmiyyətində gənc qızların ginekoloq müayinəsinə gəlməsində hər hansı bir qorxu və yaxud da bu kimi stigmalar, stereotiplər hələ də mövcuddurmu? Bir də belə bir inanc var ki, bir qadın evli deyilsə və yaxud da cinsi həyatı başlamayıbdırsa, onun heç ginekoloji müayinəyə getməyə ehtiyacı yoxdur. Bu fikir nə dərəcədə doğrudur? Və xanımlar ilk dəfə hansı yaşda ginekoloqa müraciət etməlidir? Deməli, ümumiyyətlə son illərlə müqayisədə çox şükürlər olsun ki, artıq Azərbaycanda gənc qızların qadın sağlamlığı ilə, ginekoloji müayinə ilə bağlı fikirləri formalaşsa da, lakin bəzi yanlış stereotiplər hələ də mövcuddur. Elə siz qeyd etdiyiniz kimi də ginekoloji müayinəni yalnız evlilik ilə əlaqələndirirlər. Yəni evli deyiləmsə ginekoloqa müraciət etməməliyəm, amma təbii ki, bu bir yanlışdır. Çünki qadın sağlamlığı tək cinsəlliklə, evliliklə bağlı deyil, ümumi bədənin anatomiyasını bilməklə, reproduktiv funksiyaları, menstrual siklini bilməklə bağlıdır. Yəni burada bir sıra faktorlar var. Profilaktik olaraq gənc qızları 13-15 yaş arası ginekoloji müayinəyə anaları gətirsələr daha gözəl olar. Burada təbii ki, müayinəmiz ən azından bir söhbətdən, anamnezin toplanmasından, xarici genital üzvlərinin baxışından ibarət ola bilər, ultrasəs müayinəsindən ibarət ola bilər və ondan sonra isə ildə bir dəfə profilaktik müayinə zaten yetərlidir. Lakin müəyyən bir göstərişlərimiz də var ki, misal üçün aybaşı başlayıbsa və gür aybaşı olursa, çox ağrılı olursa, ümumiyyətlə menstrual sikl düzənsiz olursa, burada birbaşa ginekoloqa müraciət etmək lazımdır. Və ya qız uşaqlarında vaginal ifrazatın çoxalması, fərqli qoxu, yəni onları narahat edəcək dərəcədədirsə, o zaman təbii ki, yenə də ginekoloji müayinədən keçmək məsləhət görülür. Bayaq dediniz ki, valideynlərlə gəlirlər ginekoloji müayinəyə. İndi 13-15 yaşlarda falan başa düşüləndə normal olaraq hələ də valideyn nəzarəti altında irəliləyir bu işlər, ümumiyyətlə bütün tibbi prosedurlar falan. Bəli. Bəs daha irəli yaşlarda, məsələn deyək ki, qızın var 19, 20, 21 yaşı. Bu təqdirdə valideynlə müayinəyə gəldikdə siz məxfiliyi necə qorumağı bacarırsınız? Yəni məsələn valideynə bildirirsiniz ki, siz məsələn otaqdan xaricə çıxın, biz özümüz aramızda söhbət eləyəcəyik, yoxsa elə valideyn də birlikdə olur və bu kimi hallarda hansı problemlərlə qarşılaşırsınız? 18 yaşdan yuxarı təbii ki, pasiyent tək başına da ginekoloqa müraciət edə bilər. Artıq yetişkin insandır. Əgər valideyni ilə gəlirsə, bir çox hallarda rast olunan bir şeydir. Pasiyent özü narazı deyilsə, yəni anasının yanında rahat şikayətləri barəsində, narahatçılıqları barəsində danışa biləcəksə, o zaman ikisi də otaqda əyləşə bilərlər. Yox, artıq biz onu hiss eləyirik ki, yox, bu xanım tək qalmaq istəyir. Anasının yanında deyə bilməyəcək bir sözü, şikayəti varsa, utanırsa, o zaman mədəni şəkildə anasını koridorda gözləməyə xahiş edə bilərik. Təbii ki, bu normal bir haldır. Hal-hazırda dediyimiz məsələ ilə bağlı belə bir hallar da qarşılaşırıq ki,
Deməli, xanımlar ginekoloji müayinədən çəkinirlər, getmək istəmirlər və yaxud da hər hansı bir problem çıxar qorxusu ilə tamamilə ginekoloji müayinəyə ehtiyac duymurlar və üz tutmurlar və özləri internetdən aldığı bəzi əsassız, heç bir arqumentə əsaslanmayan məlumatlarla öz cinsi sağlamlıqlarını daha da bərbad vəziyyətə gətirmiş olurlar. Məsələn, bu belə dırnaq çəksə internet reseptləri ilə və yaxud da internetdə gördükləri hər hansı bir genital şamlarla falan heç bir təyinat olmadan özlərinə tətbiq edirlər və bunun da gələcəkdə fəsadları çıxır. Hətta cinsi orqanı sabunla yumaq kimi davranışlar da mövcuddur. Ümumiyyətlə, yəni bu kimi davranışların və öz başına atılan addımların hansı fəsadları ola bilər? Çox düzgün vurğuladınız ki, bəzən ginekoloqa ən son həddə müraciət edirlər, şikayət artıq dözülməz hala çatırsa və siz demiş internetdə müəyyən bir əsası olmayan məlumatları axtarırlar Google vasitəsilə və indi hətta süni intellekt proqramları ilə və öz başına müalicəyə başlayırlar. Bu qətiyyən yol verilməzdir. Çünki misal üçün internetdə ya qonşunun, rəfiqəsinin məsləhəti ilə gedib hər hansı bir şamı, antibiotika istifadə edir, əsassız, yəni antibiotika terapiya, lazımsız dərmanların istifadəsi uzun müddətli təbii ki, mikrofloranın pozulmasına gətirib çıxardır. Ümumiyyətlə, mövcud olan xəstəliyin də şəklini pozur. Misal üçün, bir həftə şamı istifadə edir, bir həftə sonra həkimə gəlir. Artıq analizləri götürməkdə də çətinlik çəkirik, normal diaqnozu qoymaqda da çətinlik çəkirik, çünki mikroflora artıq pozulub. Şikayət olan müddətdən ginekoloqa müraciət etmək təbii ki, daha məqsədə uyğundur. İnternet reseptləri barəsində danışsaq, medikamentoz abortu biraz vurğulamaq istəyirəm. Çünki adətən qadınlar belə ev şəraitində həkimə getmədən hamiləliyi sonlandırmaq istəyirlər. Misal üçün, testi pozitiv göstərdi, heç ultrasəs müayinəsindən keçməmiş, ginekoloqa müraciət etməmiş, artıq bu pozitiv hamiləlik testinə güvənib, aptekdən yenə dediyim kimi, ya rəfiqəsi deyib, ya bacısı deyib, müəyyən həbləri alırlar və ev şəraitində hamiləliyi pozmaq istəyirlər. Bu çox riskli ola bilər. Çünki ultrasəs müayinəsi olunmadan biz o kisəni, hamiləlik kisəsini uşaqlıqda görməmiş, nə istər vakuum abort olsun, istər medikamentoz abort, bunu edə bilmərik. Bu çox riskli ola bilər. Yəni, bunun riskini anlamırlar. Və yaxud dediyim kimi, əsassız, uzun müddətli antibiotika terapiya, baxırsan ki, heç bu cinsi yolla keçən infeksiya deyil idi, amma rəfiqəsi dedi ki, partnyorla mütləq ikiniz də müalicə almalısınız. Yazıq partnyorunu da uzun müddətli antibiotika terapiya məcbur edir. Yəni, belə hallarla rastlaşmamaq üçün şikayət artıq yaranandan bəri həkimə müraciət etmək ən düzgünüdür. O ki, qaldı sabun məsələsinə. Bəzi qadınlar düşünür ki, özünə nə qədər təmiz baxsa bir o qədər yaxşıdır və xarici genital üzvlərini bəzən olur gündə 2-3 dəfə belə sabunla yuyurlar. Bu nəyə gətirib çıxardır? Orada normal baryer mikrofloramız var, hansı ki pozulur və bu artıq infeksiyalar üçün bir deməli qapı olur, açıq qapı olur. Və yaxud bəzən xanımlarımız intim vaginal duşlardan istifadə edirlər. İstər infeksiyaların profilaktikası üçün, istər cinsi əlaqədən sonra hamiləlikdən qorunmaq məqsədi ilə. Bu da eyni zamanda vaginanın mikroflorasını pozur. Çünki vaginanın daxildən, yəni təmizlənməyinə ehtiyacı yoxdur xüsusi bir vasitələrlə. Vagina özünü təmizləyə bilən bir orqandır və bizim lazımsız bütün artıq müdaxilələrimiz əksinə vəziyyəti pozur. Mikrofloranı pozur və gələcəkdə artıq xroniki vaginitlərin yaranmasına yol açır. Xanımların ən çox şikayətləndiyi vaginal qoxu və axıntının əsas səbəbi nədir? Əlavə olaraq, sizin yanınıza pasientlərimiz ən çox hansı vaginal infeksiya şikayətlərindən gəlirlər? Daha çox, məsələn, diaqnoz olur, analiz testləri verilir, daha çox hansı xəstəliklər üzə çıxır? Və bu cinsi infeksiyanın əsas yaranma səbəbləri nədir? Sadəcə yəni cinsi əlaqə ilə mi yaranır, yoxsa? Qadınlarda ümumiyyətlə ifrazatın çoxalması, ifrazat xarakterinin dəyişməsi ən çox rastlaşdığımız şikayətdir. Sadəcə bəzən yanlış bir stereotip, yanlış bir düşüncə var ki, ümumiyyətlə ifrazat heç olmamalıdır. Bir sıra hallarda pasientlər şikayətlə müraciət edir, analizləri götürür, yoxlayırıq ki, orada heç bir patoloji dəyişiklik yoxdur. İzah edirsən ki, bu sənin normal axıntındır. Yəni biz bunu heç bir müalicə ilə təmizləyə bilmərik və ümumiyyətlə heç təmizləməməliyik də. Yox, əgər axıntı patoloji xarakter daşıyırsa, yəni axıntının rəngi dəyişibsə, qoxusu dəyişibsə, bu qadını artıq narahat edir, təbii ki, onda müraciət edir, lazımi analizlər, testlər yoxlanılır. İstər qız uşaqlarında da, yəni bakirə xanımlarda da, cinsi həyatı olan xanımlarda da bu şikayət ola bilər. Bayaq dediniz ki, əgər cinsi həyat yoxdursa, infeksiya olmamalıdır. Bu necə ola bilər? İfrazatın səbəbi tək cinsi yolla keçən infeksiyalar deyil. Yəni, bakirə xanımlarda da müəyyən infeksiyalar ola bilər, hansı ki, əsas rastlaşdığımız bakterial vaginoz ola bilər. Yəni, vaginal mikrofloranın balansı pozulur. Və yaxud kandidoz, yəni göbələk infeksiyası, bu özünü yenə də axıntının çoxalması, qoxu ilə, göynəmə, qızartı ilə və xüsusən də ağ kəsməyə bənzər ifrazatla biruzə verə bilər. Cinsi yolla keçən infeksiyalardan isə ən çox rastlaşdığımız, yəni mənim təcrübəmdə trixomonus olur.
Az hallarda xlamidiya, ureoplazmalara gəldikdə isə indi hal-hazırda, yəni tibb belə düşünürük ki, biz müasir tibbdə ureoplazmanı ümumiyyətlə müalicə etməməliyik, çünki o da bizim artıq şərti patogen mikrofloramızdır. Yəni normalda da vaginada yaşayan mikroorqanizmdir. Sadəcə immunitet zəifləyərsə, o zaman yəni özünü artıq patogen bakteriya kimi apara bilər, amma adətən heç bir narahatçılıq, yəni iltihab əlamətləri yoxdursa ureoplazmanı müalicə etmirik. Bakirə xanımlarda isə, cinsi əlaqəsi olmayan xanımlarda bu bakterial vaginozun, kandidozun yaranma səbəbləri nədir? Müəyyən risk faktorları var. İlk növbədə düzgün gigiyenanın aparılmaması və yaxud əksinə aşırı gigiyenik vasitələrdən istifadə etmə. Yəni intim xüsusi sabunlar, gellər, spreylər, bunlar dediyim kimi vaginal mikrofloranın mühitin pozulmasına səbəb ola bilər və patogen bakteriyalar baş qaldırar. İkinci səbəb sintetik alt paltarlar. Yəni günün çox hissəsini sintetik alt paltarda keçirtmək, daha çox pambıq alt paltara üstünlük vermək lazımdır. Uzun müddətli əsassız antibiotika terapiya. Bildiyiniz kimi bizim millət olaraq ümumiyyətlə antibiotik istifadəsini çox sevirik və əsassız halda uzun müddətli olarsa bu mikrofloranın pozulmasına, vaginitlərə, bakterial vaginozlara və kandidozlara gətirib çıxardır. Və bir növbəti səbəb isə ümumi tualetlərdə və hovuzlarda yenə də gigiyenaya düzgün riayət edilməməsi. Bəs cinsi infeksiyaların gələcək fəsadları nələr olur? Yəni gələcəkdə qadınlar cinsi infeksiyalardan dolayı sonsuzluq və yaxud da digər xəstəliklərə düçar ola bilərlərmi? Çünki bildiyim qədərilə kişilərdə məsələn ureoplazma, mikoplazma kimi mikrobakterial cinsi infeksiyalar daha az deməli fəsad törədir. 7-10 gün antibiotik müalicəsi ilə artıq bu problemin üstəsindən gəlmək olur, amma qadınlarda daha bildiyim qədərilə uzun müddətli müalicə və yaxud da daha böyük fəsadlara yol aça bilər, hətta sonsuzluq kimi. Siz bu barədə nə deyə bilərsiniz? Cinsi infeksiyaların gələcək fəsadları nədir? Razıyam. Əsas elə qorxduğumuz fəsadlardan birincisi sonsuzluqdur. Xüsusən də boru faktoru ilə bağlı olan sonsuzluqdur. Yəni xlamidiyalarda, qnoreyalarda uzun müddətdə əgər bu infeksiyalar qalarsa, müalicəsiz qalarsa, boru keçiriciyini poza bilər və gələcəkdə təbii ki, boru sonsuzluğundan belə gətirib çıxarda bilər. Sadəcə bəzən bu infeksiyalar bildiyim qədərilə bədəndə, orqanizmdə səssiz də yaşaya bilirlər. Yəni heç bir simptomu olmur. Normalda məsələn istilikdə yanma və yaxud da göynəmə kimi hisslər olmasına baxmayaraq bəzi insanlar ümumiyyətlə heç bir simptom yaşamadan bu infeksiya ilə davamlı sürədə yaşayırlar və gələcəkdə birdən dediyim kimi ginekoloji müayinəyə getdikdə birdən üzə çıxır ki, əslində bu uzun müddətli həmin infeksiyaya yoluxub və artıq fəsadları dediyim kimi sizin daha çox bildirdiyiniz kimi uşaqlıq boyundan keçib və gələcəkdə sonsuzluğa kimi gətirib çıxara bilir. Bu kimi hallarda ümumiyyətlə xanımlar necə davranmalıdır? Əgər şikayət yoxdursa belə, amma analizdə, məsəl üçün PCR üsulu ilə cinsi yolla keçən infeksiyaları yoxladıqsa, bu cinsi yolla keçən infeksiyalar pozitivdirsə, xanımın kəskin şikayəti olmasa da mütləq müalicə aparılmalıdır. Yəni mən bunu saxlayım, bir 3 ay sonra gəl təzədən yoxlayaq, yox, elə bir şey olmaz. Mütləq müalicə olunmalıdır, həm də partnyorların hər ikisi də müalicə almalıdır. Paralel şəkildə və daha yaxşı olar ki, həmin ərəfədə cinsi əlaqə ümumiyyətlə olmasın, olsa da belə baryer kontrasepsiya üsulundan istifadə olunsun. Bir də cəmiyyətdə belə bir fikir formalaşıb ki, mənim qızım bakirədir və onun heç bir ginekoloji müayinəyə ehtiyacı yoxdur və ona görə də nə yaxma testi. Yəni ki, qızlıq pərdəsi pozulmamış bir qadın üçün nə yaxma testi, birdən qızlıq pərdəsi zərər görər və yaxud da bunun başqa bir üsulu yoxdur, bunun xaricdən heç bir yoxlama üsulu yoxdur. Bunu sizdən soruşmaq istəyirdim ki, ümumiyyətlə yanınıza nə sıxlıqda məsələn bakirə qızlar sırf PCR testi üçün gəlirlər, yəni yaxma testi üçün və yaxma testini necə götürürsünüz? Yəni bu mümkündürmü hal-hazırdakı tipdə? Təbii ki, mümkündür. Pərdəyə, qızlıq pərdəsinə heç bir zərər vermədən də urogenital yaxmanı götürə bilirik və urogenital yaxma ümumi vaginal mikroflora üçün götürülür, amma PCR testləri artıq cinsi yolla keçən infeksiyalar üçün konkret olaraq istifadə olunur. Adətən daha çox cinsi əlaqəsi olmayan xanımlar urogenital yaxma verir. Yəni sadə urogenital yaxma yox, cinsi əlaqə olubsa, yəni standart penetrasiya olmadan sürtünmə üsulu ilə cinsi əlaqəyə giriblərsə, nəsə şübhələri varsa infeksiya cəhətdən, o zaman yenə eyni qaydada pərdəyə yəni ziyan dəymədən də PCR testlərində yoxlaya bilərik rahatlıqla. Mümkündür. Mümkündür, bəli. Hələ cinsi həyatı başlamamış xanımlar öz cinsi tələbatlarını ödəmək üçün masturbasiya edirlər. Amma bəzi xanımlar artıq bu masturbasiya dərəcəsini gətirib aşırıya çıxardır. Normaldan daha artıq masturbasiya halları ilə qarşılaşır.
Bu alt səbəblərindən biri porno asılığı və s. kimi faktorlardır. Normaldan daha çox masturbasiya eləmək vaginaya hansısa bir zərəri varmı? Ümumiyyətlə anatomik quruluşa ola bilər və yaxud da vaginal funksiyalara mənfi təsirini göstərirmi? Ümumiyyətlə masturbasiya cinsi əlaqəyə başlamamış xanımlarda təbii və normal bir haldır. Qadının öz bədənini və cinsi hisslərini tanıması üçün normal bir fizioloji bir prosesdir əslində. Sadəcə əgər normasında olursa, yəni normal tezlikdə, normal sıxlıqda belə deyək, sağlam şəkildə olunan masturbasiya gələcəkdə nə anatomik quruluşa, nə gələcək cinsi həyatına, nə də ki reproduktiv sağlamlığına bir zərər verməz. Əgər masturbasiya normadan artıq daha davamlı olursa, daha kompulsiv şəkildə olursa, artıq bu qadının istər emosional vəziyyətinə, psixoloji durumuna, sosial münasibətlərinə də mənfi təsir göstərə bilər. İlk növbədə psixoloji asılılıq yarada bilər. Yəni dediyim kimi, gündəlik həyat tərzinə mənfi təsir göstərəcək, sosial münasibətlərinə, əhval-ruhiyyəsinə, emosional durumuna. Aşırı deməli kobud masturbasiya, yəni həddindən artıq kobud hərəkətlər, tez-tez sürtünmə və s. bunlar xarici cinsiyyət üzvlərində bəzən qızartıya, hətta mikrotravmalara belə gətirib çıxarda bilər. Bu mikrotravmalar da öz növbəsində infeksiya üçün bir açıq qapıdır, belə deyək. Və bəzən qadınlar, xanımlar masturbasiya zamanı vaginanın daxilinə hər hansı bir əşya daxil etməyə cəhd göstərirlər. Bu da istər-istəməz həm infeksiya cəhətdən risk daşıyır, həm pərdənin zədələnməsi cəhətdən, yəni travma cəhətdən. Ona görə bu momentlərdə, bu nüanslarda çox diqqətli olmaq lazımdır. Yəni yekunlaşdırsaq, yekun olaraq masturbasiya normal bir haldır. Əgər gigiyenaya riayət olunursa, əgər məcburi davranış halına çevrilmirsə və qadının psixoloji və sosial həyatına mənfi təsir göstərmirsə. Digər bir məsələ isə xanımların şikayət elədiyi vaginal quruluq məsələsi. Bildiyim qədərilə sadəcə menopauza dövrünü yaşayan qadınlarda deyil, həmçinin gənc qadınlarda da rast gəlinir. Vaginal quruluğun əsas səbəbləri nədir və gələcəkdə hansı fəsadlara yol aça bilər? Vaginal quruluq dediyiniz kimi, yəni tək menopauza dövründə olan qadınlarda olmur. Menopauza dövründə olan qadınlarda zaten bilirik ki, burada səbəb hormonal disbalansdır, estrogen səviyyəsinin azalmasıdır, vaginanın sellilik qişasında yaranan atrofik proseslərdir. Amma bir sıra hallarda reproduktiv yaş dönəmində, yəni cavan xanımlarda da ola bilən bir şikayətdir. Sadəcə qadınlar nədənsə adətən bu şikayət barəsində danışmaqdan çəkinirlər, utanırlar. Yəni ginekoloji müayinədə həkim əlavə bir sual verərsə, o zaman bu mövzu açıla bilər. Gənc yaşda vaginal quruluğun bir sıra səbəbləri var. İlk növbədə hormonal disbalans, yəni bu fizioloji bir durum da ola bilər. Məsəl üçün doğuşdan sonraki dövrdə zaten hormonlar hələ tam normaya düşməyib, həmin ərəfədə vaginal quruluq ola bilər. Laktasiya dövründə, yəni əmizdirmə dövründə və yaxud yumurtalıqların belə deyək də sadə dildə yumurtalıqların funksiyasının zəifləməsi varsa, məsəl üçün vaxtından tez bəzən tükənir yumurtalığımızın rezervi, o zaman vaginal quruluq yarana bilər. İkinci səbəb stres, psixoloji nəsə bir pozuntular ola bilər. Məsəl üçün xroniki stres, depressiya, gərginlik varsa, bu da vaginanın yetərincə nəmlənməməsinə səbəb ola bilər. Üçüncü səbəb, dediyim kimi, aşırı gigiyenik vasitələrdən istifadə etmə, vaginanın içini sıx-sıx duşlarla yumaq, xarici genital üzvlərini sabunla ya başqa intim xüsusi gellərlə yumaq. Bu da mikrofloranı pozur, vaginal quruluğa səbəb ola bilər. Müəyyən dərman preparatlarının istifadəsi də vaginal quruluq yarada bilər. Misal üçün antidepressantlar, antiallergik dərmanlar, müəyyən hormonal kontraseptivlər də, yəni hamiləlikdən qorunmaq üçün istifadə olunan hormonal həblər. Bunlar da vaginal quruluğa səbəb ola bilər. Bəzən bu autoimmun xəstəliklər fonunda ola bilər. Misal üçün qalxana bənzər vəz patologiyası, tiroid patologiyasında, nadir də olsa Sjögren sindromu, düzdür, elə sıx-sıx rastlaşmadığımız bir vəziyyətdir, amma Sjögren sindromunda da bədənin fərqli nahiyələrində olan quruluqla yanaşı qadınlarda vaginal quruluqda rast gəlinir. Bir də növbəti səbəb cinsi əlaqə zamanı yetərincə həyəcanlanmama. Yəni müvəqqəti ola da bilər, misal üçün partnyorlar arasında olan mübahisə fonunda nəsə narahatçılıq varsa və yaxud emosional məsafə, gərginlik varsa, o zaman da təbii ki, vaginanın yetərincə nəmlənməsi, lubrikasiyası təmin olunmur. Yanaşma necə olur? İlk öncə səbəbi araşdırılmalıdır. Çünki müalicə individual olaraq seçilir, yəni səbəbinə uyğun. Misal üçün hormonal disbalans varsa, müəyyən hormonal terapiya verə bilərik, yerli estrogen kremlərinin istifadəsini tövsiyə edə bilərik. Burada psixoloji faktor daha çoxdursa, burada psixoloqla, cinsel terapevtlə birgə işləyə bilərik. Müəyyən, misal üçün, preparatların istifadəsi buna səbəb olursa, biraz o yöndə irəliləyə bilərik.
Müasir estetik ginekologiyada bir sıra estetik ginekoloji prosedurlar var. Məsəl üçün lazer müalicəsi, radiofrekans müalicə. Lazer müalicəsi vaginal toxumanın, selli qışanın kollagenin sintezini çoxaldır və beləliklə quruluğu aradan qaldırır. Sonra çox gözəl effektli intim plazma lifting verir. İntim PRP prosedurları bir neçə seansı təkrarlayıb gözəl nəticələr əldə etmək olar. İstər reproduktiv yaşda olan xanımlarda, istər menopauza dövründə olan xanımlarda çox gözəl effekt verir. Son olaraq buradan xanımlara cins sağlamlıq mövzusunda nə kimi tövsiyələr vermək istərdiniz? Məsləhət görərdim ki, vaxtı-vaxtında ginekoloji check-uplardan keçsinlər. Gözləməsinlər ki, hər hansı bir şikayət yaransın, ondan sonra həkimə getsinlər. Profilaktik müayinə həyat qurtarır, elə deyək. İstər hər hansı şikayətləri barəsində açıq danışsınlar, müayinəyə gəldikdən sonra çəkinməsinlər, bizdən heç nəyi gizlətməsinlər. Bizim verdiyimiz suallar aşırı marağımızdan irəli gəlmir. Sadəcə ümumi vəziyyəti tam aydın bilmək üçün verdiyimiz suallardır. Yəni özlərinə qarşı diqqətli olsunlar. Çünki həmişə deyirəm, sağlam qadın, sağlam və xoşbəxt qadın sağlam bir cəmiyyət deməkdir. Çox sağ olun Türkay xanım, bugün gəldiniz. Cəmiyyət üçün vacib olan hansı ki, aktual mövzulara toxunduq birlikdə. Mənimlə bu mövzularda həmsöhbət olduğunuz üçün sizə dərin təşəkkür bildirirəm. Çox sağ olun. Mən də sizə öz növbəmdə təşəkkür edirəm. Dəvətiniz üçün doğrudan da çox maraqlı podkast oldu, maraqlı çəkiliş oldu. Mənim təcrübəmdə də bu bir ilk oldu, sözün açığı. Sizin kanalınıza da uğurlar arzulayıram. Daha böyük nailiyyətlər əldə etmənizi diləyirəm. İnşallah daha gözəl uğurlara imza atmanızı arzulayıram. Təşəkkür edirəm, çox sağ olun. Sağ olun. Sağlıq Saatın bugünkü qonağı cərrah ginekoloq, estetik ginekoloq Türkay Şəkərov oldu. Videomu bəyənməyi, fikirlərinizi şərh bölməsində bölüşməyi və kanala abunə olmağı unutmayın. Sağlıq Saatına baxırdınız. Burada hər saniyə sizin sağlamlığınız üçün işləyir.